hər bir sərhədçi, hər bir əskər başa düşür ki, bir mərmi, bir hədəf. Yəni bu o deməkdir ki, heç bir mərmi boşa çıxmamalıdır. Ya sən düşməni vurmalısan, ya düşmənin qurbanı olacaqsan. Və istənilən halda hər bir sərhədçi bilir ki, bu yarışda, bu parkurda kimin qalib gəlib gəlməməsindən asılı olmayaraq vətənin keşiyində olan hər bir sərhədçi qalibdir. Üç, iki, bir. Kaçana! Kaç! Kaç! Korkma! Korkma! Kaldır! Kaldır! Mənə elə gəlir, əskərlər yarışda olduğunu unudublar. Onlar sanki real döyüşün içində özlərini hiss edirlər. Orada elə bir mübarizə gedir ki... Bəli, çox gərgin mübarizə gedir. Yeri gəlmişkən bu anda tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, hal-hazırda biz Böyük Zira adasındayıq. Bu adanın əvvəlki adı Nargin adası. və orada Azərbaycan müstəqilliyi uğrunda, Azərbaycançılıq uğrunda çox Azərbaycan əskəri, çox Azərbaycanın siyasi ictimai xadimi, çox Azərbaycan vətəndaşı mübarizə aparıb. Sanki o adada bir mübarizlik ruhu var. Ruhu var. Dayan yoktu. Kuyma dayanma. Kaldır bir çöz. Tez. Kaldır. Kaldır. Məsafə çox uzun idi, biz onun atışlarını görmürdük. Yəni səsləri eşidərək biz bilirdik ki, o düzgün atış eləyə bildi hədəfə yoxsa yox. Fiziki cəhətdən və axlan cəhətdən çox, necə deyim, yüksək səviyyədədir. Və Rəhmi Səfa ilə də minnətdarlığımı bildirirəm. Yəni o ilk atışda vurmasaydı, bəlkə biz geridə də qala bilərdik. Nereye? Ortadan çek. Dayanma. Tez. Çetin. Süper. Çetin. Tez. Çetin. Artıq miləmil yarış gedirdi orada, çox həyəcanlı idi. Sürüştür qabağa. Sürüştür qabağa. Tələsməyin, yavaş ol. Tələsməyin. Yavaş ol.
Yavaş yavaş. Axıra Komanda şəklində rezin qayığı dənizə tulladıq. Hardasa 4 metr, 5 metr qabağa itələdik ki, biz minəndə rahatçılıq olsun. Qayıq suyun üzündə durmuşdu.